Bəzi valideynlər deyir ki, mənim uşağım nə deyirsə o. Falan yerə götürdüm. Bir dəfə getdi, iki dəfə getdi. Ürək istəmədi, çıxartdım. Falan yemək istədi, istəmir eləməsin. Falan yerə getdi, isə falan kəsə bir şey dedi. Deyim uşağıdır. Bunu bir aydınlaşdıraq. Elə bir şey yoxdur. Siz bilmədən öz uşağınızın gələcəyini və onun ətrafında olan insanların da gələcəyinə zərər verirsiniz. Sizin bundan xəbəriniz var? Əgər uşaqların hər istədiyi, hər dediyi olacaq deyə bir qanun olsaydı, o zaman böyüklə uşaq niyə fərqi olacaqdı? Niyə belə bir şey? Elə uşaqlar dünyaya gələn kimi özləri ayrı evə çıxsınlar da. Belə bir şey var. Uşaq dünyaya gəlir 18 yaşına qədər sənin himayəndədir. Himayə nə deməkdir? Sənin qanunlarınladır. Amma sənin hökmranlığınla deyil. Bax. Bu ayrıdır. Tamamen fərqlidir. Bunu qarışdırmayın. Bizim ən çox elədiyimiz səhv budur. İndi özümcə COVID edim. Bizim ən çox etdiyimiz səhv budur. Ya bəzi valideynlər çox qəddar olur. Mənim dediyim dedikdir, mən eləyəcəm. Uşaq əzilir. Bəzi valideynlər də çox nə istəyirsən elə, nə istəyirsən, ikisində də uşaq məhv olur. Yeri gəldiyində sənin qanunların, yeri gəldiyində uşağın fikri. Birləşdirəcəksiniz. Artı. Sizə bir misal gətirim. Bir ay öncə təxmini taksidə gedirdim. Samira ilə danışanda dedim ki, tamam, baxaram. Samira bir şey istədi. O da dedi ki, sən nə istəyirsən anonsda eləyər. Dedim, xeyr. Onun fikri mənim üçün önəmlidir, amma axırda qərarı mən verəcəm. Beyefendi dedi ki, başa düşmürəm. Əgər uşağın dediyini eləməyəcəksə, onun fikrini niyə soruşursunuz? Dedim, elə. Elədiyimiz səhv budur. Mənim qızımın fikri mənim üçün hər zaman önəmlidir ki, çıqqılı yaşında mən oturub onunla söhbət eləmişəm. Amma axırda qərarı mən verirəm. Mən verirəm. Misalla gətirim. Misal olanda daha rahat olur. Samira bilirsiniz. Samira'nın inşallah bu ayın 18'i 14 yaşı olacaq. Allah bütün balaları saxlasın. Alttan belə mənə söz, ana protestorla eləyə bilərəm. Ana üzümə biraz bir şey ala bilərəm, biraz sürə bilərəm. Ana saçımın bu tərəfini rənglətsək nə olur? Uşaqdır da. Mən ona hirslənmirəm. Sən qələt eləyərsən, uşaqsan, qələt elə. Xeyr. Deyirəm, hə, qəşəng olur, amma sənin yaşına hələ uyğun deyil. Belə eləyir. Başlayır mısmırıq tökməyə. Neynədim o gün? Gördüm ki, bax, bir var deyim ki, qələtivi elə, kəs səsivi, bir də bu söhbəti açma, xeyr. Neynədim? Dedim, mən bu eləmdim. Mən başa düşürəm, mən də sənin yaşındaykən eləydim. Damallı geymək istəyirdim, atam icazə vermirdi ki, ayağın əyri olar. Əslində, atam haqlıydı. Gəl belə eləyək dedim. Sənin indi yaşına istəsən də icazə verməyəcəm, çünki uyğun deyil. Yaşın gələndə istədiyin kimi dırnaq rənglərdə eləyəcəksən, makyaj da eləyəcəksən, saçını istəyirsən, qaynaq elə. O yaşın gələndə, o yaş gələndə. İndi olmaz, istəsən də icazə vermərəm. Amma belə bir şey eləyə bilərik. Dərslərin, kursların və üzərinə düşən məsuliyyət, ev işlərində, dərslərində sən məsuliyyətini, sorumluluğunu yerinə gətir. Yayda məktəb olmayanda bir həftəlik uşaq dırnağı var, taxmaq qəşəng yapışdırıcı. Qəşəng istədiyin rəngdə alaram. Bir həftəlik. Qəşəng ona istifadə eləyərsən, yəni həm sənin istədiyin olur, həm mənim dediyim olur. Belə qad yaxşı. Hər uşaq hər dərsi biləcək deyə bir şey yox. Hər uşaq öz alanında, öz ruhuna hitab eləyən yerlərdə uğur gətirir. Uğurludur. Bizim etdiyimiz səhv budur. Bizim istədiyimiz şey olacaq deyirik. Bilirsiniz ki, Samira qara kəmər karatecidir. İllərdir, balacalıqda. Türkiyədə beynəlxalq yarışmada ikincilik qazanmışdı. Bir ildən çoxdur, 2 ilə yaxındır ki, mənim işlərimdən dolayı mən kurslara götürə bilmədim. Bu yaxında taekwondo kursu gördüm. Yaxındadır həm də. Gördüm, bəyəndim, xoşuma gəldi, araşdırdım. Samira'yı oraya yazdırmaq istədim. Samira'ya da dedim. Samira ilk təpkisi bu oldu ki, izləmirəm, nə edirəm orada falan filan, mən taekwondo bilirəm falan dedim. Elə bilmədiyim üçün yazdırıram oraya. Başladım mız-mız eləməyə. Uşaqdır da, nə qədər də mənim disiplinimlə yenə edirəm, getsə, yenə uşaqdır. Bəlli eləyir. Başladı, dedim ki, mən balam, gəl belə eləyək. Sənin taekwondoya getməni istəyirəm. Çünki bu idman lazımdır. Sənin gələcəyin üçün lazımdır. O qədər əziyyət çəkibsən, səni o yaşına qədər, qara kəmərə qədər gətirtmişəm. Bundan sonra o əməyinin boşa getməsinə icazə verə bilmərəm. Amma gəl belə eləyək. Sən taekvondoya gitmədən onun haqqında bir yorum yapa bilməzsən. Deyə bilməzsən ki, pislik yaxşıdır. Sən oraya heç getməmisən. Gəl 1-2 ay, 1-2 dərs yox ha, 1-2 dərsə heç bir şey bilinməz. Gəl 1-2 ay, sən get kursa, taekvondoya.
baxsaq ki, istəsən davam eləyərsən. Görsəm ki, yox da bu sənin ürəyin gəlmirdi, istəmirsən, bu ürək istəmirsə, mən müəllimindən rica eləyərəm, icazə alaram, səni kursdan çıxararam. Amma bu 1-2 ayı bir yoxla. Ona görə baxarıq. Dünən gəlib kursdan ana, belə yeri mənə, baba eyni bu cür, ana, yaxşı ki məni taekvondoya qoyubsan, ana. Demək istəyirdim ki, it küçüyü, o gün ağlayırdım. Amma gülümsədim. Ana deyir, yaxşı ki məni taekvondoya qoyubsan, ana deyir, belə elədik, elə elədik, belə elədik. Ana, bu onunla eyniymiş, falan şey belə elədik, uşaqlarla belə elədik falan. Ay, bir əyləndim. Gördünüzmü? Mən onu da, əgər mən ona desəydim ki, ömür boyu gedəcəksən, mənim dediyim olacaq, orada heç bir keyif almayacaqdı. Ya da istəmirsənsə getmə, uşağımın gələcəyinə bir balta vuracaqdım. Bu, belə. Allah bütün balalarımızı qorusun. Əlimdən gəldiyi qədərilə bir ana olaraq, bir ata olaraq ki, qızımın həm anası, həm atasıyam, bir şeylər eləməyə çalışıram. Ondan sonrası Allah kərimdir, Allahın sayəsində olacaq. Allah bütün balalarımızı qorusun. Sevirəm sizi. Bir-birimizə güc verək, bir-birimizə dəstək olaq. Dünya biz birlikdə belə baba güclənirkən düzələcək, dəyişəcək. Mən buna inanırım. Sevirəm sizi.